Bəzən sual edirlər ki, kefcil, nizamsız və intizamsız adamlar ərəb xilafəti kimi bir güzə qarşı mübarizə apara bilərdimi? Bəzilər orta əsr ərəb müəlliflərinin əsərlərini, məlumatlarını əsas gətirməklə Babəkin İslam düşməni olaraq ərəb işğalına qarşı yox, din əleyhinə vuruşduğunu yazırlar. Ərəb müəlliflərinin hansı hakimiyyət dövründə yaşadıqlarını nəzərə alsaq, Babək haqqında yazılanların əksəriyyətinin uydurma olduğunu qətiyyətlə deyə bilərik. Məsələnin ən incə tərəfi isə qeyd etdiyimiz kimi, sözügedən müəlliflərin Babək və Xürrəmlər hərəkatına patoloji nifrətidir. Azərbaycan xalqının ərəb işğalına qarşı 22 illik mübarizəsi və ideoloqu barəsində görün kimlər fikir yürüdür. Ərəb mənşəli Ət-Təbəri, Əl-Müqəddəsi, Məsudi, Həməvi, İsfərayini, Fars əsilli Nəfisi, İngilis Sel, Alman Flügel, Amerikan alimi Wright, Milliyyəti naməlum Tomara və s. və ilə axır. Nəzərə alsaq ki, siyahı hələ tam deyil. O zaman vəziyyətin nə qədər azanacaqlı olduğu ortaya çıxır. Adıgedən müəlliflər bu və ya digər formada Babək və Xürrəmlər hərəkatını təhqiramiz ifadələrlə aşağılayır. Bu hərəkatın iştirakçılarını keyf içində pozğun həyat sürən, dinsiz, Allahsız adamlar hesab edirlər. Maraqlıdır. Keyfcil, əxlaqsız adamlar ərəb xilafəti kimi bir güzə qarşı 22 il mübarizə apara bilərdimi? Ümumiyyətlə, bu xarakterli insanlarda azadlıq, istiqlal duyğusu, vətən anlayışı olurmu? Ziddiyyətli fikirlər Babək və ardıcıllarının Quranı qəbul etməsi və məscidlərinin olmasında özünü göstərir. Bu baxımdan Əş-Şəhrəstaninin Babəkilərin Qurana dayanaraq onu xürrəmicə izah etmələrini, Əl-Bağdadinin isə bəzdə xürrəmlərin məscidinin olmasını yazmaları maraq doğurur. Belə çıxır ki, bu müəlliflər Babək və tərəfdarlarının müsəlman olduğunu bilirdilər. Lakin tutduqları mövqe və siyasi vəziyyət onları necə lazımdırsa yazmağa məcbur edib. Burada sual yaranır ki, əgər Babək və Xürrəmlər atəşpərəst idilərsə, Quranı qəbul edə bilərdilərmi? Yaxud Zərdüştlər nə vaxtdan məsciddə ibadət edirdilər? Göründüyü kimi, Babəki xristiyan, atəşpərəst elan edən həmin ərəb müəllifləri özlərini təkzib edirlər. Ən başlıcası isə nə qədər təhrif olunsa belə, Babəkin qan donduracaq, üstündən təxminən 1200 il keçməsinə baxmayaraq bəşəriyyətə heyrətə gətirən qəhrəmanlığını gizlədə bilmədilər. Ərəb xilafətinin mirzələri olan bu tarixçilər Babəki Karfagen sərkərdəsi Hanniballa müqayisə etməyə məcbur olmuşdular. Babək zəkasının qüdrəti onda idi ki, rəhbərliyə başlayan kimi hərəkətin müvəffəqiyyətsizliyinin səbəblərini müəyyən etməklə qüvvələri vahid düşmənə qarşı birləşdirməyi bacardı. Orta əsrlərin ən əzəmətli azadlıq müharibəsi olan Xürrəmlər hərəkatının strateji olmaqla yanaşı, Babək həm də bu mübarizənin ideoloji səviyyəsinə yüksəlmişdi. Babəki dinsiz, məsləksiz elan edən ərəb xəlifələri və əlaltıları özləri nə dərəcədə İslam qayda qanunlarına əməl edirdilər? Bu sualın cavabı ilə elə Babəkə nifrət edən müəlliflərin sırasında yer tutan Səid Nəfsinin Babək əsərində qarşılaşırıq. Xəlifə Möhtəsimin həyat tərzindən bəzi nüansları açıqlayan Nəfsi özü də bilmədən xəlifənin ən böyük İslam düşməni olduğunu oxucuya çatdırır. Doğrudan da, dünyanın lərzəyə gətirən bir imperiyaya qarşı 22 il dayanmadan, usanmadan vuruşmaq, vətəni uğrunda hər hansı kompromisə getməyən, doğma övladından belə keçmək layiqətinə sahib olan Babəkin həyat kredosu idi. Yalnız pasiyanarlıq və satılmazlıq aparılan mübarizəni şərəf və layiqətlə sona çatdırmağa imkan verərdi. Babək isə təkcə pasiyanarlıq və satılmazlıq yox, qürur, şərəf simvolu idi. Əsrlərin bu tayından 1200 illik uzaq tarixə boylandıqca Babəkin böyüklüyünə, uzaq görənliyinə, ən əsası isə əzəmətinə heyrətlənməyə bilmirsən. Məhz Babəkin başçılığı ilə Azərbaycan xalqının 22 illik azadlıq müharibəsi nəticəsində ərəb xilafəti kökündən sarsıldı. İşğal olunmuş xalqlar istiqlaliyyət uğrunda mübarizəyə qalxmaqla Babəkin ideologiyasını məntiqi şəkildə həyata keçirməyə nail oldular. Babək şərəfli, eyni zamanda təkrarsız həyat yolu ilə özündə sonraki azadlıq mücahidlərinə bir mayak oldu. Nə yazıqlar ki, biz heç bir millətdə mövcud olmayan bu cür təkrarsız şəxsiyyəti yad illərin ixtiyarına vermişik. Görəsən, heç vicdanımız ağrıyırmı ki, tariximizi bizə düşmən olan yad illər yazır və haqqımızda məqsədli şəkildə mənfi fikirlər formalaşdırırlar. Qeyd etdiyimiz xarakter və cizgilərlə Babək təkcə sərkərdə, azadlıq mücahidi yox, həm də əsrlərə hökm edən tarixi şəxsiyyətdir. Nəyin bahasına olursa olsun Babəki tarixdən silməyə cəhd edənlər özləri tarixin arxivində gömüləcəklər. Bunu bizə Babəki əsrləri aşıb gələn, bugün də aktuallığını saxlayan, adı böyük hərflərlə yazılan Vətən adlı ideologiyası deyir.